məxluqu Xoşqədəm kimi, Zaur Baxşəliyev kimi bir neçə İlham Əliyevə, Bakirə, onun ətrafına qız daşıyan, oğlan daşıyan, xalqın içindən qız, oğlan seçən, xalqı meymunluqlarla yatırdan, başını qatan bir neçə aparıcıya təltif eləyiblər, İlham Əliyevin adından, nazirin adından medallar verirlər. Hər zaman zirvələrdədir, deyir Zaur Baxşəliyev. Zauru doğan ananın əmcəyinin arasına Tovuz rayonunun 4 ayaqlı var o uzun qulaq. Onların 45-50 santimetrəlik şey olsun Zaurun anasının əmcəyinin, arvadının əmcəyinin arasına. Medallar taxılar, baxın. Ay millət, baxın, İlhamın verdiyi medalları asırlar. Xalqın başını yaxşı qatıblar, xalqı yaxşı qozdaqlarına doluyublar. Baboş kimi, Bayram Nurlu kimi, nəmi Hokko, Lokko, Mokko kimləri efirə çıxardıb yaxşı populyar eləyiblər. Cəmaatı yaxşı ilişdiriblər və İlham Əliyev medal verdi. Deməli, bununla da İlham Əliyev təsdiqlədi ki, mən efirlərdəki o cındırlığa baxıram, bəyənirəm və buna görə Zaura medal verirəm. Çünki İlham Əliyev də Zaur Baxşəliyev kimi petidir, peti. Prezident tərəfindən təltif olunan Xoşqədəm ağladı. Onun gözünün suyunu qabil sevənlər spermaya bulasın. Bax, 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 yayırlar ha, Xoşqədəm ağladı. Medal aldı, ağladı. Ay sənin gözünün nurunu, ay sənin hər bir şeyini. Bu Xoşqədəmlər, Zaurlar, Lalə, Azərtaşlar, bunlar da İlham Əliyevin planı, yəni İsrailin planıdır. Milletin başını qatırlar. Milletin başını şirin quş verirlər, görürlər dalına bir şampan butulkasından yoğun bir şey girdi. Xüsusən də insanlar buna dəqiq diqqət etsinlər insanlar. Adi bir ər-arvad davasını və ya ər-arvadı öldürüb cinayətini mediaya çıxardıb elə şişirdirlər ki, ölkədə elə gündəm edirlər ki, elə bir ölkənin bundan başqa, bu ər-arvadın dalaşmağından başqa problemi yox imiş. Bir dənə Rus Nataşadan olan hansısa bir doğuzdurduğu bir adamı axtarırlar, tapırlar. Rusiyyədə milyonlar var da bilirsiniz. Elə şişirdirlər ki, elə bir ölkənin 90% çörəyi nisiyə almır. Dərdi azarı bu arvadın bu kişi ilə dalaşmağıdır və yaxud xalqın dərdi azarı hansısa bir cicbəsəri Rusiyada bir Nataşadan bir pırtlatdığı bir çocuqdur. Yəni çörək tapa bilmir. O mənə su verin. Bir aydır su içmirəm. Bir aydır çörək tapmıram. Belə adamları efirə çıxardırlar ki, Xoşqədəmlərlə, Zaurlarla belə problemi. Həm problemi maraqlı kimi göstərib xalqı cəlb eləmək, həm də bax xalq desin ki, məndən də bədbəxt gündə adam var. Məndən də problemli adam var. Məndən də dəhşətli adam var. Onun problemi həll olunmayanda şəhidin, qazinin, o kimsəsinin, o uşağın mənimmi problemi həll eləyəcəklər? Bax, dəyərli vətənlər, bu təfəkkürü yaradılar insanlarda. Ancaq ayağa qalxmalıyıq. Üsyana qalxmalıyıq. İlham Əliyevi və onu qoruyanları azadlıq meydanında sallandırmalıyıq. Ondan sonra biz Ağgünə bu Adnan Əhmədzadənin həbsdən azad olması barədə. Yaxşı, sual ortaya çıxır. Mən yalan deyirəmsə açın, baxın. Adnan Əhmədzadə həbsdən azad oluna bilər. Başlıqda müxtəlif mediada, Qafqaz Infodan belə, ala bax Qafqaz Infodan belə. İlham Əliyevin ailə səhifələri. Hamısı paylaşdı eləmi? İndi baba gedin də Qafqaz Info yazda, bura girin. Görün bu, dünən paylaşılan bu. Orada varsa denən tüm yüzünə qabil. Niyə aldırsan bizi? Hamısını sildirdilər Qafqaz Info'nu. Yaxşı, niyə paylaşdılar? Niyə bir yarım saat sonra sildilər? 15 dəqiqə sonra sildilər? Niyə? Bir, baba burada sırğı elin saxlayın. Adnan Əhmədzadə həbsdə deyil, sarayında kayıfdadır. Özü Mehribanın və özünün sarayında olur. Bir. İki, Adnan Əhmədzadənin qız, arvadı, o yaraşıqlı arvadı, Mehriban bilir bunu. Adnanın o Madonna'ya oxşayan arvadı İlhama marojnasını yalatdırıb. Özü də İlham Əliyevdən bir çox dəfə yatıb durub. Adnan Mehribanın, İlham Əliyevin bütün qara pullarını dünyanın bir çox ölkələrinin, xüsusilə Latin Amerikasında futbolçuların adına çirkli pulları yuyub yatızdırıb. Güya Messi'nin 1 milyardı yox, Messi'nin futboldan qazandığı 35 milyardı var və adına şirkətləmişdir. Hamısı sadəcə %99%, 95%, 90% pay sahibi bizimkilərdir. Messi'nin adına, obyekt Messi'nin adınadır. Səhmlər də bunların adına. Dəyərləmədənəm, bu niyə paylanıldı, niyə silindi? Sadəcə Adnan xaricə getmək istəyir. Saraylarda darıxır. Arvad da bilirsiniz də, mühafizəçi və sürücü ilə getdi. Adnan da sarayda Leylanı əlləməklə kifayətlənir arzunu. Və belə olmaz. Bu xəbəri pul verərək Adnan yaydırır. Yəni bu xəbəri yaymaqdan bir növ prezidentin yadına salsın. Bir növ daha o köhnə işlər köhnədə qaldı. Koral, sanksiya, maksiya, girən girdi, dəyən dəydi, çıxan çıxdı. Bir növ məhv olma açsınlar da, yəni günahı deyəsən yox imiş, azad olma bilər. Yəni bu iftiralar üstündən çıxsın, azad olunsun və xarici ölkələrə getsin. Və dərhal barmaq silkələdilər Əliyev ailəsi ki, tezdir. Adnan Əhmədzadəni Rıza Zərrab kimi Britaniya həbs eləməsin deyə, Britaniya sorğuya çəkməsin deyə onu mühafizə altına aldılar. Bundan əlavə, Avropada təxribat terror törədənləri İlham Əliyev necə Bakıda gizlədir, eləcə də Ukraynada terror törədəni öpüşdü o kriminal avtoritet, gətirdi Bakıya, onu da saxladı Bakıda. Bütün İlham Əliyevin özü, ətrafı, hakimiyyəti, hamısı terroristlərdən ibarət. Ona görə də sildirdilər, hələ tezdir Adnan sənin çıxmağına, hələ tezdir. Prezident səni qoruyur, Britaniya tutub səni sorğu sual eləsə İlham Əliyev padudar qalacaq. Adnan Əhmədzadənin 10 milyardlarla pulu varmı?
Deyəcəksiniz var, amma o pul İlham Əliyev, Mehriban Əliyevaya məxsusdur böyük bir hissəsi. Mən də sizdən razıyam. Yaxşı, o pulun böyük bir hissəsi də Adnan arvadının qohumlarının adadırsa, nətər olur elə Adnan vətənə xəyanət eləyibdi. Adnan bütün sokara, milyardlarla ziyana salıbsa İlham Əliyevi, hələ təzminatlar bir yandan gəlirsə, necə bunun arvadını buraxdılar? Ha? 1 milyarderin arvadını buraxarlarmı ki, geçsin? Hələ Mirzəli çıxdı dedi ki, Adnan Bakıya getməmişdən, tutulmamışdan bir gün qabaq məhkəmələri dayandırıbdı. Ha, xaricdə bizlərə qarşı açılan məhkəmələri dayandırıbdı. Niyə? Birdən məhkəməyə çağırarlar, gəl otur. Bu variantdan tutarlar, həbs eləyərlər. Qarşı tərəf istəyir ki, birbaşa sən iştirak edəsən, vəkil onu qane eləmədi. Bu bəhanə ilə çağıra bilər. Yaxşı, yenə deyirəm. Bir adam vətənə xəyanət elədisə, İlhamın hədəfinə gəldisə, bir adam həqiqətən həbsə atılıbsa, hələ Mirzəli zad oradan çıxdı, hamı ki, Adnan məhkəmələri kapatdı. Onun arvadını niyə buraxdılar? Axı onun arvadı bizə maliyyə dəstəyi verə bilər. Axı onun arvadı biraz, hamısı eyni poxdur, mamışını İlhama yalatdırır. O gözəl arvad var, ha. Mehriban ona baxanda dəli olur, o Adnan arvadı aylarla İlhamla bir yerdə qaldı sarayda. Nə danışırsınız, ha? Mehriban baxanda dəli olur, ha. Mehribandan da, qızlarından da gözəldir və üstəlik aristokratdır. Seçimi, geyimini, hərəkətini bilir. Mehriban onun yanında vali kəskisinə oxşayır. Ona görə yanırlar. Və niyə buraxdılar? İndi Adnan həbsdə deyil. Bax deyirəm, Ruben Vardanyan həbsdə deyil. Adnan həbsdə deyil. Bax bunlar deyirəm, ha. Biləsiniz.